Kütlə mərkəzi cismin formasından asılı olaraq cismin daxilində də ola bilər, xaricində də ola bilər. Buna biz sadə bir nümunə göstərsək, halqanı. Məsələn, halqa üçün kütlə mərkəzi həm daxilində göstərilə bilər, həm xaricində göstərilə bilər bu cür formada. Bu hələ ki biz danışırıq statikanın giriş hissəsindən. Gəlirəm indi nəyi izah eləməyə. Ümumiyyətlə, kütlə mərkəzi anlayışı düzgün həndəsi formaya malik olan bir cins cisimlərdə kütlə mərkəzi anlayışı həndəsi mərkəzlə üst-üstə düşür. Ağırlıq qüvvəsi yer şəraitində də cismin kütlə mərkəzi tətbiq olunduğundan biz cismin kütlə mərkəzinə ağırlıq mərkəzi də deyə bilərik. Yəni bir sözlə kütlə mərkəzi və yaxud da ki ağırlıq mərkəzi üst-üstə düşür də belə deyə bilərik. Çünki bayaqki nümunədə məsələn buna deyirəm mən şəkil 1. Çünki statika bölməsində çox şəkillərdən istifadə edəcəyik. Ağırlıq mərkəzi ilə kütlə mərkəzi eyni bir anlayışdır da deyə bilərik biz. Yəni üst-üstə düşür. Yəni bu biz A nöqtəsinə kütlə mərkəzi deyə bilərik. Ağırlıq mərkəzdə deyə bilərik. F1 və F2-də bayaq qeyd etdiyim kimi cismə irəliləmə hərəkəti verən qüvvələrdir. A nöqtəsinə isə yəni artıq mən burada deyə bilərəm ki, kütlə və yaxud da ki, ağırlıq mərkəzidir. Gəlirəm indi nəyə? Bu giriş hissəsi idi. Yəni siz artıq bir qədər də olsa mənanı tutmusunuz ki, statikada nədən bəhs olunur. Davam edirəm indi. Halqanın da dedik ki, kütlə mərkəzi həm daxilində yerləşir, həm də xaricində yerləşir. Cisimlərin tarazlığı deyəndə biz bayaq qeyd etdik ki, tarazlıq halında olmaq. Ümumiyyətlə, yəni cismin tarazlığı nə deməkdir? Onun ya sükunətdə, ya da düz xətli bərabər sürətli hərəkətdə olması deməkdir. Tarazlığın 3 növü var. Qeyd edirəm burada. Tarazlığın 3 növü var. Dayanıqlı tarazlıq, dayanıqsız tarazlıq və fərqsiz tarazlıq. Alt-alta qeyd edirəm. Dayanıqlı tarazlıq halında, dayanıqsız tarazlıq halı, hər birinə aid nümunə göstərəcəm və fərqsiz tarazlıq halı. 3 növ oldu, düzdür? Dayanıqlı, dayanıqsız və fərqsiz tarazlıq. Cismi tarazlıq vəziyyətindən çıxardıqda, yəni onu yerindən tərpətdikdə də belə doğru dildə desək, cismi tarazlıq vəziyyətindən çıxartdıqda əmələ gələn qüvvələr cismi yenidən əvvəlki vəziyyətinə qaytarırsa, belə tarazlıq adlanacaq dayanıqlı tarazlıq. Tarazlıq vəziyyətindən daha da uzaqlaşdırırsa, yəni qaldığı yerdən, elə bil ki, biz o cismi yerindən tərpədəndə olduğu haldan daha da uzaqlaşırsa, belə tarazlıq adlanır dayanıqsız tarazlıq. Cismə tətbiq olunan qüvvələr, yəni hansı ki biz cismi tarazlıq vəziyyətindən çıxardırıq, ona tətbiq olunan qüvvələrin əvəzləyicisi sıfıra bərabər olarsa və yaxud da ki cismi tarazlıq vəziyyətinə qaytarmağa və yaxud da ki həmin o tarazlıq vəziyyətindən uzaqlaşdırmağa çalışan heç bir qüvvə yaranmazsa, belə tarazlıq da adlanacaq fərqsiz tarazlıq. Mən indi gördüyünüz kimi bir şəkil çəkirdim burada. Yəni hər bir tarazlıq növünə aid nümunə göstərəcəm. Məsələn, belə bir cisimdə yerləşdirilibdir bura. Bu cismə bilirik ki, yerin mərkəzinə doğru dartmağa çalışan ağırlıq qüvvəsi var. Ağırlıq qüvvəsinin əksinə isə biz nəyə yönəldirik hər zaman? Reaksiya qüvvəsi cismin yəni özünə tətbiq olunur. Bu cismi biz tarazlıq vəziyyətindən çıxartdıqda, məsələn, cismi bura qoyduqda isə kütlə mərkəzi yenə bura düşür. Ağırlıq qüvvəsi hara yönələcək? Yerin mərkəzinə doğru. Ağırlıq qüvvəsinin əksinə reaksiya qüvvəsi və tən ortadan keçən nə olacaq? F əvəzləyici. Bu adlanır dayanıqlı tarazlıq. Biz dedik dayanıqlı tarazlığın tərifi nədir? Cismi tarazlıq vəziyyətindən çıxardıqda əmələ gələn qüvvələr cismi yenidən əvvəlki vəziyyətinə qaytarırsa, yəni bu cisim buradan bu halından. Məsələn, buna deyirəm 1 halı, buna deyirəm tutaq ki 2 halı. 2 halında olan cisim təzədən bir halına qayıda bilirsə, bu dayanıqlı tarazlıqdır. Keçirəm indi dayanıqsız tarazlığa aid nümunə göstərməyə. Baxın, bu qeyd edəcəyim şəkil aiddir nəyə? Dayanıqsız tarazlıq halına. Cismi burada yerləşdirmişəm. Yenə təbii ki, cismin kütlə mərkəzindən yerin mərkəzinə doğru istiqamətləndirəcəm nəyi? Ağırlıq qüvvəsini. Reaksiya qüvvəsi isə necə yönələcək? Cismin ağırlıq qüvvəsini cismə tətbiq olan ağırlıq qüvvəsinin əksinə. Və bu cismi tarazlıq vəziyyətindən çıxardıqda cisim gəlir bu nöqtədə yenə ağırlıq qüvvəsini hara yönəldirəm? Yerin mərkəzinə doğru. Ağırlıq qüvvəsinin əksinə reaksiya qüvvəsi. Tən ortadan isə nə keçəcək? Əvəzləyici qüvvə. Bu hansı hal oldu? Dayanıqsız tarazlıq halı. Niyə dayanıqsız tarazlıq halı oldu? Çünki cismi tarazlıq vəziyyətindən çıxardıqda yaranan belə deyək də
Həmin bu cismi tarazlıq vəziyyətindən çıxardanda bu cisim görürsüz əvvəl buradaydı, 2 halında oldu burada. Öz olduğu haldan daha da belə deyək də uzaqlaşdı. Bu artıq dayanıqsız tarazlıq halında olduğunu bildirir bu cismin. Baxıram indi nəyə? Üçüncü nə qaldı növlərdən? Fərqsiz tarazlıq. Fərqsiz tarazlıqda qeyd etdiyimiz kimi cismi tarazlıq vəziyyətindən çıxardıqda ona tətbiq olunan qüvvələrin əvəzləyici sıfıra bərabər olarsa və yaxud da ki cismi əvvəlki vəziyyətinə qaytarmağa və yaxud da ki uzaqlaşdırmağa çalışan heç bir qüvvə yaranmazsa belə tarazlıq adlanır fərqsiz tarazlıq. Əslində bu üç tarazlıq növlərinin üçündə də elə bir çətin bir məna yoxdur. Yəni şəkillər üstündə başa düşəndə artıq tərifi də özümüz belə deyək də düzəldib deyə bilərik. Yəni kitab cümləsini orada başa düşmədən əzbərləsəz, bəli, əlbəttə çətindir. Amma əgər bu şəkillərin mahiyyətini, mənasını başa düşəndən sonra tərifi də biz özümüz şəkil təsəvvürümüzə gətirməklə düzəldib deyə bilərik. Bir dənə maraqlı bir nüans qaldı bu tarazlıq növləri ilə bağlı. Potensial enerji barəsindədir bu. Nədir? Biz deyirik ki, dayanıqlı tarazlıq halında cismin kütlə mərkəzi digər tarazlıq növləri ilə müqayisədə, yəni dayanıqsızla, fərqsizlə müqayisədə ən aşağıda, dayanıqsız tarazlıq halında isə ən yuxarıda yerləşir. Fərqsiz tarazlıqda da təbii ki, eyni səviyyədə olur, adı üstündə fərqsiz tarazlıq. Buna görə də biz deyirik ki, dayanıqlı tarazlıq halında cismin potensial enerjisi minimum olur. Dayanıqlı tarazlıq halında cismin potensial enerjisi minimum olur. Dayanıqsız tarazlıq halında isə cismin potensial enerjisi maksimum olur. Bu da oldu tarazlığın növləri ilə bağlı. Potensial enerjinin bura nə aidiyyatı var deyə bəli, əlbəttə sual verə bilərsiniz ki, məsələn, biz müəllimə enerji haqqında danışırıq. Impuls, kinetik enerji, tam enerji, kinetik enerji haqqında teorem, potensial bu bölmədə. Bəs statikanın nə kimi əlaqəsi var? Potensial enerjinin Y potensial bərabərdir MGH düsturuna əsasən deyə bilərik ki, potensial enerji yerdən olan hündürlükdən asılıdır. Yəni burada artıq qarışdırmayın. Yayın potensial enerjisini düsturlar tamamilə fərqlidir, yəni bundan. Yəni bununla qarışdırmırıq. Davam edirik indi. Bircə çubuqla bağlı məsələlər var. Bircə çubuqla bağlı məsələlər var. Çubuğu məsələn üfüqi vəziyyətdən şaquli vəziyyətə qoymaq üçün bir dənə ona keçməmişdən əvvəl belə bir hal var, onu müqayisə edəcəyik. 2 dənə eyni cismi müxtəlif vəziyyətlərdə qoyacağam. Bu halına deyəcəm A halı, bu halına deyəcəm isə B halı. Düzbucaqlı formasında olan bir cisimdir. Bu cismi əvvəlcə belə yerləşdirirəm, sonra belə yerləşdirirəm. Amma təbii ki, kütlə mərkəzləri müəyyən qədər bir rol oynayır burada. Bu nöqtə A halında yerləşdirdiyim cisim üçün kütlə mərkəzidir. Bu da B halında kütlə mərkəzi gəlir düşür belə. Eyni cisimdir ha, görürsünüz? Yəni mən demədim B başqa cisimdir. Sadəcə olaraq birinci qoymuşam A halında, ikinci qoymuşam B halında. Yəni bu cismi belə. Deməli, birincinin bax bu yer səthidir deyək. Bu düz xətt kimi göstərilən tutaq ki, yer səthidir. Yer səthindən olan hündürlük A halında olan cisim üçün bu qədərdir. Kütlə mərkəzindən, yəni olan hündürlük. B halında olan cisim üçün isə bu qədərdir. Belə bir sual versəm ki, sualda yazıram burada ki, siz də mənlə bərabər qeyd edin. Statika elədik ki, şəkillər üstündə başa düşməsəz, şəkillərin mahiyyətini dərk eləməsəz, çətin olacaq sizə ondan sonra öyrənmək. Yəni şəkili başa düşmədən, məsələn, düsturu başa düşməsən də ən azı əzbərləyib yerinə qoyub hesablaya bilərsən hardasa. Amma şəkil elədir ki, gərək mahiyyətini anlayasan. Sualımız belədir ki, hansı hal daha dayanıqlıdır? Hansı hal daha dayanıqlıdır? Yəni bu 2 dənə hal. Cavablar da ya A-dır, ya B-dir. Mənim fikrimcə B halı daha dayanıqlı olacaq. Uşaqlar, buna məntiqi cəhətdən də yanaşsaz, biri var düzbucaqlı formasında olur. Məsələn, bunu kitab kimi təsvir eləsək, biri var kitabı belə qoyasınız A halındakı kimi. Bir də var ki, kitabı yan üstə qoyasınız. Yəni belə olduğu, məsələn, siz tutaq ki, kitab oxumaq istəyirsiniz, necə yerləşdirirsiniz masanın üstünə? Yəni elə qoysaq, ən loru dildə, ən sadə dildə izah eləməyə çalışıram da, düzdür? O kitabı elə qoysaq, təbii ki, B halında həmin o kitab daha dayanıqlıdır. Bir də var ki, kitabı elə bil ki, dırnaq içərisində isə ayaq üstə qoysaq, hansının deyirə düşmə ehtimalı daha çoxdur? Təbii ki, A halında olur. Deməli, A halı daha dayanıqsız haldır. Daha dayanıqlı olan hal B halıdır.
İndi bayaq qeyd etdiyim kimi bircins çubuqla bağlı bəzi nüanslar var. Ümumiyyətlə bircins çubuq o deməkdir ki, eyni bir materialdan hazırlanan çubuq. Məsələn, bir də görürsüz deyirlər ki, məsələlərin şərtinə ən çox özü bu Newton qanunları ilə bağlı məsələlər şərtində qarşımıza çıxır. Bircins cisim deyirik, bircins cisim. Bircins cisim eyni bir materialdan hazırlanan cisim deməkdir. Bircins çubuqla bağlı bəzi məsələlərimiz var ki, yəni onu işləmək üçün bu qaydanı diqqətlə dinləmək lazımdır və maraqlıdır. Həmin bax bu dayanıqlı hal, hansı hal daha dayanıqlıdır, hansı hal daha dayanıqsızdır. Taraz düzdür, statikanın biraz giriş hissəsi sıxıcı ola bilər. Yəni onunla mən razıyam. Hansı ki ümumi hissədən danışdıq biz. Amma qaldı ki tarazlığın növlərinə, daha sonra bircins çubuqla bağlı olan məsələlərə, onlar daha maraqlıdır. Deməli, hər hansı bir müəyyən bir uzunluğa malik bir bircins çubuq yerləşdirirəm burada. Deyirəm ki, bu çubuğun tutaq ki, kütlə mərkəzi bu nöqtəyə düşür. Təxmini indi tən ortanı qeyd edirəm də mən burada kütlə mərkəzi üçün. Bircins çubuğun ucundan biz D uzunluqlu müəyyən bir hissəni, yəni D uzunluğa malik olan bir hissəni kəssək, bircins çubuğun ağırlıq mərkəzi də kəsdiyimiz hissənin yarısı qədər D bölünsün 2 qədər kütlə mərkəzi yerini dəyişəcək. Onu indi şəklin üstündə göstərəndə mən tutaq ki, gətirirəm bax parçanın ucundan bu qədər kəsirəm. Buna da deyirəm ki, D uzunluqlu parça kəsdim. Yəni bax bu kəsdiyim hissəyə deyirəm ki, D uzunluqlu parçadır. Deməli bunun ağırlıq mərkəzi necə yerini dəyişəcək? D bölünsün 2 qədər bu çubuğun da ağırlıq mərkəzi yerini dəyişmiş olacaq. Ola bilər ki, şablon şəkildə qayda öyrənəndə, yəni nəzəri öyrənəsə çətin olacaq. Amma testdə ki, gətirib statikanın qaydalarını, burada öyrəndilərini tətbiq eləyəndə artıq yerinə oturacaq. Sonra bircins çubuqla bağlı hansı bir məqam qaldı? Təbii ki, bu sadə idi. Yəni dediyim kimi bir qədər qarışıq ola bilər, amma sadədir. Statikada çətin heç nə yoxdur uşaqlar. Qarışıq nəsə ola bilər, amma çətin heç nə yoxdur. Hər hansı M kütləli bircins çubuqdur. Tutaq ki, siz bu M kütləli bircins çubuğu gətirib yerləşdirmisiniz üfüqi vəziyyətdə. Məsələn, deyirəm ki, L uzunluqlu bir dənə bircins çubuqdur, uzunluğu L-dir. Bunu mən birinci yerləşdirmişəm üfüqi vəziyyətdə. Mənə belə bir sual verirlər ki, yaxşı, bu çubuğu şaquli vəziyyətdə, həmin bu L uzunluğa malik olan çubuğu şaquli vəziyyətdə yerləşdirmək üçün nə qədər qüvvə tətbiq etmək lazımdır? Bu bizim nəzəriyyəmizdir uşaqlar. M kütləli bircins çubuğu yer səthindən üfüqi vəziyyətdən şaquli vəziyyətə qaldırmaq üçün lazım olan qüvvə F bərabərdir mg bölünsün 2 qədərdir. F bərabərdir mg bölünsün 2 qədər. Bir də görürsünüzsə məsələlərdə verəcək ki, tutaq ki, çəkisi filan qədər olan bircins çubuğu üfüqi vəziyyətdən şaquli vəziyyətə qaldırmaq üçün nə qədər qüvvə lazımdır? mg-nin yarısı qədər. Yəni onun məsələn 100 newtonsa 100-ün yarısı 50 newton qədər. Yəni burada da çətin bir nüans yoxdur. Bu da bircins çubuqla bağlı məsələlərdir. Gəlir indi nəyə? İrəliləmə hərəkətində olan bir cismin tarazlıqda olması üçün sizcə nə olmalıdır? Hər hansı bir cisimdir, irəliləmə hərəkət edir. Tarazlıqda olması üçün, yəni cismin ya düz xətli bərabər sürətli hərəkət etməsi üçün, ya da sükunətdə qalması üçün hansı şərtlər ödənməlidir? Cismə təsir edən qüvvələrin həndəsi cəmi, yəni əvəzləyici qüvvə 0-a bərabər olmalıdır. Həmin bu dediyim şərti belə yazmaq olar. Cismə tutaq ki, bir n qədər qüvvə təsir edir. Biz bu qüvvələrin həndəsi cəmini 0-a bərabər edəcəyik. Tutaq ki, n qədər də qüvvə təsir edirsə, onların cəmi bərabər olacaq 0-a. Eyni zamanda bu şərt qüvvələrin oxlar üzrə proyeksiyası üçün də ödənir. Məsələn, fx, fy bu cür şəkildə yaza bilərik. Fx bərabərdir, bildiyimiz kimi proyeksiyanı yazanda vektor işarəsi qoymuruq. X oxu üzərində f1x plus, f2x plus, f3x plus, məsələn, tutaq ki, nə qədər qüvvə təsir edirsə, toplayırıq da hamısını bir sözlə fnx bərabərdir 0. Eynisini y üçün də yaza bilərik. Fy bərabərdir f1y. Yenə də burada da proyeksiya qoymuruq. Çünki həm x oxu üzrə proyeksiyası, həm y oxu üzrə proyeksiyası. Yəni bəzən sual verirlər ki, onlar məsələn bəzi uşaqlar elə bilir ki, x-da fx tutaq ki, vx yazırıqsa, məsələn, indi kənara çıxıram mövzudan. Vx yazırıqsa,
Vx-də ancaq vektoru qoymaq olmaz. Amma Vy yazırıqsa qoymaq olar. Xeyr. Proyeksiya sözünü görürsə vektoru yığışdırmaq lazımdır. F3y plus, məsələn, nə qədər ki qüvvə təsir edirsə, Fny bərabər olmalıdır 0-a. Yəni, yekun olaraq nəyə gəlib çıxırıq biz? İrəliləmə hərəkətində olan cismin tarazlıqda olması üçün ona təsir edən qüvvələrin həndəsi cəmi, yəni əvəzləyici qüvvə 0-a bərabər olmalıdır.